Bir toy mərasimində gəlinin uşaqlara qarşı əsəbi reaksiyası sosial şəbəkələrdə gündəm olub və geniş müzakirələrə səbəb olub. Demokrat Milli istinadən xəbər verir ki, yayılan görüntülərdə toyda iştirak edən azyaşlıların gəlinə yaxınlaşdığı anlar əks olunub. Videoda bəyin uşaqlara mehriban və xoş münasibət göstərdiyi, onlarla ünsiyyət qurduğu görünür. Lakin gəlinin həmin anlarda uşaqlara qarşı narazı mimikalar göstərməsi, sərt baxışları diqqətdən qaçmayıb. Sözü gedən kadrlar qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb. İzləyicilərin bir qismi gəlinin davranışını tənqid edərək bunun toyun ab-havasına uyğun olmadığını bildirib. Digərləri isə gəlinin həyəcanlı və stresli ola biləcəyini, buna görə reaksiyasının yanlış anlaşılmış ola biləcəyini qeyd ediblər. Hadisə ətrafında yaranan fikir ayrılığı sosial mediada uzun müddət müzakirə olunub və görüntülər günün ən çox paylaşılan videolarından birinə çevrilib.